Xanımlar, əgər sizin qaşlarınız tökülürsə, nazikdirsə, qaşlarınızın qalın olmasını istəyirsinizsə, sizlər üçün çox gözəl bir maska paylaşmaq istəyirəm. Bu maskanı həftədə 3-4 dəfə etməyiniz məsləhətdir və ən azı 1 ay etməlisiniz ki, gözəl nəticə görəsiniz. Və bu maska üçün sizə nə lazımdır? Vitamin E, kastor yağı və əgər evdə varsa aloe. Aloe siz də edə bilərsiniz, amma aloe ilə bir yerdə daha güclü nəticə görəcəksiniz. Deməli, xanımlar, siz vitamin E-dən təxminən hardasa 3-4 damcı götürürsünüz. Bir qaba tökürsünüz. 2, 3. Təxminən hardasa 4-5 damcı oldu məndə. Yəni, çox olmasının ziyanı yoxdur. Və təxminən hardasa 4-5 damcı da kastor yağı. Və təxminən də xanımlar, hardasa 4-5 damcı aloe-ni baxın bu şəkildə kəsirsiniz və əlavə edirsiniz. Və bunları yaxşıca qarışdırırsınız. Qarışdırdıqdan sonra baxın bu şəkildə qaşlarınıza çəkirsiniz. Bu cür çəkib xanımlar, əsasən də axşam çəksəz yaxşıdır, səhərə qədər saxlayırsınız.